çalışıram ki, bu YouTube-a live olsun, ona görə. Ulu Tanrı'nın adıyla. Bismillahirrahmanirrahim. 274-cü proqramı başlayıram. Proqramın adı Cəhalət mühəndisinə qələbədir. Niyə bu adı qoyduq? Əvvəldə bunun adı bu deyildi, amma dəyişdirdik. Niyə? Çünki biz cəhalət dünyasında yaşırıq ki, 250 ildir Məsihiyyət dünyası, istimar deməyək, işğal dünyası və işğal dünyası deyəndə torpaqlarımızdan əlavə, onun yanında, yəni torpaqlarımız işğal olub onun yanında beynimiz, dilimiz, düşüncəmiz, ağlımız işğal olubdur. Və bundan dolayı biz işğalda qalırıq və işğalçını da sevməyə başlamışıq. Dostlar, burada Allahın neməti yağır. 2 gündür, 3 gündür hesabı qarlayıbdır. İndi qarı çürədik. Gəldim evə. İndi yenə başlayıb görürəm pəncərədən qar min əli ilə göydən tökülür. Bu cəhalət mühəndisliğindən çıxmaq üçün 250 ildən öncə yazılmış əlyazı kitablara baxmalıyıq. Niyə 250 il deyirəm? Çünki o zamandan çap dəstgahı başlayandan sonra və bu Məsihiyyət dünyası, türk və müsəlman məmləkətləri işğal eləyəndən sonra, onları bir böləndən sonra, bölməmişdən hətta, işğal eləməmişdən hətta başladı bunlara dil yazmağa, teori ürətməğa, bunlara düşüncə ürətməğa, bunlara universitet kitabları yazdılar, yalanların əsasında, düşüncə kitabları yazdılar, yalanları əsasında və biz o yerə yetişdik ki, təəssüflə hikayə ilə vaqiyyətin arasını bilə bilmədik. Bilmədik ki, harası xiyaldır və harası doğrudur. Bunu qatışdırdıq bir-birinə. Çünki bizim əqlimiz qabaqca belə deyildi, bizim dədələrimiz bu cür deyildi. Mən keçən o 500 kitabı ki oxumuşam, hərəsindən bir neçə dəfə oxumağa çalışmışam, özdə əl yazılar. Buna görədir ki, bu kitablara düşmənlər əl apara bilməyiblər. Ya da düşmənlərin tərəfdarları, casusları yazan kitablar deyirlər. Bunlar normalda, yəni deyək ki, %90-ı düşmənlərin əli çatmayan adamlardır ki, 200 il, 500 il, 1000 il bundan qabaq kitabları yazıblar türk dilində və bizim üçün qoyublar. İranda da, dünyada da bizə belə öyrədiblər ki, türklərin düşünürü yoxmuş, kitab yazanları yoxmuş. Onun üçün gediblər ya farscada yazıblar, ya ərəbcədə. Amma bu kitablar bizə göstərir ki, keçən 273 cəlsədə oxuduğumuz 500 kitab bizə bunu göstərir ki, türklər çox güclü düşüncə sahibi imişlər, anlayış sahibi imişlər, özləri ixtira, iktişaf sahibi imişlər, hüquq, siyasi hüquq, mədəni hüquq sahibləri imişlər və şəriyyatın yanındakı mollalar yaradıblar, İslamla heç ilgisi yoxdur. Bunlar da bir dövlət də, siyasət də bir hüquqlar yaratmışdı. O cümlədən, məsələn, hüquqi bəşər dediklərini axtarsaz, vaqei hüquqi bəşəri türklərin hakimiyyətində görəcəksiniz. Çünki hər yerə gediblər, orada savaşıblar, alıblar, fəth eləyiblər. Orada insanların düşüncələrin, tarixin, dilin, dinin dəyişdirməyiblər. İbadətgahlarını əllərindən alıb ya bağlamayıblar. Onları ya ölüm, ya da təslimə məcbur eləməyiblər. Siz ya qalarsınız, ya gedərsiniz, ya da fəqət bizə maliyyət verəcəksiniz, vergi verəcəksiniz. Adına cizyə deyilibdir İslamda. Hər halda, amma batılılar bu işi görməyiblər. Batılılar hər yerə gediblər, oranın dilin, dinin, oranın ədəbiyyatın, oranın musiqisin, oranın kitabın, tarixin, hər şeyini dəyişdiriblər. Onlar özlərinə qayıdıb bir də hökumət sahibi ola bilməyərlər, bir də üsyan eləməyərlər, bir də ayağa qalxıb onları oradan qaçırda bilməyərlər. Onun üçün biz qeydməliyik, o kitabları oxunmalıyıq, o düşüncələr. Çünki onlar bünövrədir. Bünövrələri tanış olmalıyıq. Bünövrənin üstünə yeni teknoloji ilə, hətta baxın, məsələn, Fatih Sultan Məhəmməd, Allah rəhmət eləsin, bu İstanbulda savaşanda, Qüstəntəniyyədə savaşanda şəmşirlə, qılıncla savaşmayıbdır. Top tökübdü
neçə metr uzunluğunda. Çox uzun. Mən bunu bir yerdə oxudum, amma indi yadıma gəlmir. Ona görə metrajını deyə bilmirəm. Əlbəttə burada yazıb soruşsaq ki, mən bunun əvvəl əlifba dilini dəyişdirim. Sultan Məhəmməd, Fatih Sultan Məhəmməd yazsaq daha yaxşı olar. Fatih Sultan Məhəmməd tökdüyü topun uzunluğu və top atış gücü nə qədər idi? Tamam, indi görək ki, buna nə deyir? Buzurgtərin Tubhayı ki Sultan Məhəmməd Fatih II Məhəmməd در محاصره قسطنطنیه 1453-də bekar برد. Bu miladi ilə deyir. Tubhayı Qul peykəri 1500 pondluq. Hər pond 450 neçə girəmdir. Onu hesaplayın. 1500 pondu bu ki sen ya pondi ya سنجی بودن که مهندسی اوربان برای ارتش عثمانی، مهندسی به نام اوربان یعنی برای عثمانی ساخت. مشخصات تقریبی این توپ ها چنین بوده است. لوله توپ، یکی از معروفترین توپ ها به نام باسیلیکا یا توپ عظیم حدود 27 فوت طول داشته. İndi futlarını da yazsaq, mən bir şey deyim burada yazsın. Lütfən ədədləri hicri və metrik yaz. Bunu da deyim, Tazaşdan onları yenidən yazsın. Metr hesabı yazsın. Baş üstə ədədləri metrik sistemi ilə və tarixləri hicri qəməri ilə yazırım. Fatih Sultan Məhəmməd dövründə kullanılan böyük top Qusnenteniye mühasirəsi, tarix, mühasirə və fəth 857-ci hicri qəməridə. Diqqət buyurun, İstanbul alınıbdır. Toplar tökülməsi təqribən 856 ilə 857-ci illərdə deyir bu toplar tökülüb. Çünki bir dəfə töküldü, o partladılar, yəni düşmən partlatdı. İkinci dəfə elə orada 20 günün içində savaşın meydanında tökdülər o topu. Uzunluğu, istəyirəm sürət teknolojini siz onu görəsiniz. Top 8 metr yarım topun lüləsinin uzunluğu 8 metr 20 sant. Lülənin uzunluğu. Güllənin vəzni o daş qoydular içinə atırdılar, yumru daş şeylərdir. Təqribən 550 ilə 680 kiloqram ağırlığında top atırdı. Diqqət buyurun. Çox böyükdür. Mənabi'də 1500 pond deyə keçən ədəd metrikdə buna bərabər gələr. Yəni 550 ilə 680 kiloqram arasında deyir ki şeydir. Top atış gücü haracan ata bilirdi. 1200 ilə 1500 metr arasında topun gücü idi. Ata bilirdi o 550 kiloluq ya 600 kiloluq ya 680 kiloluq daşları. Atəş sürəti hər 2 ta 3 saatda bir atış ata bilirdi. Yəni o top. Çünki çox qızışırdı da o hesab eləyin. Gündə təqribən 4-5 dəfə ata bilirdi. Çünki sonra lülə soğudulmalı və təmizlənməli idi. Tamam, bunları da keçək qalan texnikdir. İstəyirəm deyəm ki, yəni diqqət buyursaz, dedi ki, hangi ildə olubdur? 857-də İstanbulu alıblar. 857, 1447-dir indi. Ondan çıxsaq 857, 600 ilə yaxın təqribən 10 il qalır ki, 600 il. 600 il bundan qabaq o güclükdə top tökmüş. Yəni teknolojidə də öncə idik. Bu deyil ki, teknolojidə öncə də deyildik. Onda topu da var idi, tancı da var, tancı deyirəm, tüfəngi də var idi. Amma bu teknoloji hətta mən dünən Türkiyədə bir yaxçı bir tarixçi var, Osmanlı tarixinin üstündə işləyir.
bunun bir videosunu gördüm. Deyirdi ki, bir dənə təyyara düzəldiblər Osmanlıda. Bu təyyara üçübdür. Gəliblər, bu Amerikalılar falanlar deyiblər ki, yəni o şey olandan sonra da hər halda Osmanlını aradan aparandan sonra gəliblər bunun karxanasını açıblar, fabrikanın pit möhrəsini açıblar, götürüblər, aparıblar və bu adama deyiblər, bu mühəndisə deyiblər, sənin həqqin yoxdur düzəldəsən. Bu da deyiblər, Türkiyədə yoxdur, durub gedib Bulqaristanda haman təyyaranı düzəldibdi. Bulqaristandan üçüb gəlibdi bugünkü Türkiyəyə Tazaşdan. Amerikalılar gəliblər, tutublar, aparıblar, bunun deyiblər ki, sənin əslən uçmaq haqqın, mühəndislik haqqın yoxdur. Diqqət buyurursunuz. Yəni, bu qədər bizi saxlayıblar. Yəni, özümüzdən qafil saxlayıblar. Hər halda, bunları buna görə dedim ki, bilaq bizim keçəcəkdə güclü bir şeyimiz var idi. O fondasyon, o şeylərlə tanış olsaq, eləyə bilərik ki, özümüzə qaydaq və yeni teknolojini təbii ki, öyrənməliyik. Təbii ki, onu fikrimiz açılmalıdır. Dünya bunu təcrübə eləyir. Biz də təcrübə eləyir. Çinlilər təcrübə elədilər. Hindistan təcrübə eləyir. Nəticə verdi. Biz də eləyə bilərik. Bunu heç özümüzü eləməməliyik. Dünənləri bir neçə kitab açdıq və onların bir-ikisini oxuya bildik, bir-ikisini oxuya bilmədik. Çünki, məsələn, Fərhəngi Farsi, Türkünü oxumağa çalışdıq. Amma nə farsisindən başlatdım, nə də türküsündən, ona görə onu oxumadıq. Şahugəda Məsnəvisi ki, Tazaşdan yenə oxumuşduq qabaqcan. Tazaşdan 1-2-3 səfə oxuduq. Bəttal Qazini oxumağa çalışdıq. Amma xəttindən dolayı və yazısından dolayı fotokopu olduğu üçün oxumağı zor oldu. Amma oxumaq olar. Yəni, bunu qabaqcan da fikrim oxumuşuq. Yəni, Bəttal Qazini. Əl-Məcmuətil Haviyyə, bunu da qabaqcan oxumuşduq. Xacə Nəsiruddini də bir gün öncə oxumuşduq. Onun üçün bu günlər gedək ki, Ədalət-i İmam Əliyini türklər nə cür düşünürlər? Bu çox cəlibdir. Zahirən bu kitabda yenə Fəransədə ya Almanda saxlanılır. Burada baxanda görürük. Mən əvvəl kitabın özünün bir şeyinə baxım. Görək ki, bu nə görsədir. Ədalətnamə-i İmam Əli kitaba belə ad qoyulubdur. PDF-ini görürük, 170 səhifədə yazılıbdır. Berlində saxlanılır. Bu qədər biz yetişər. Onda ərəbcə yazılıb görsənmir. Bu da linkidir. Kitabı oradan gedib indirmək ya görmək olar. Adı buradadır. Kitabın cildinə baxırıq, bir tox qırmızı deyə, farsça şərabi deyirlər, tox qırmızı deyə bir gönülə kitabın cildi ilə qarşılaşırıq. Kitabın üstünə bir kağızı kəsiblər, yapışdırıblar və orada kitabın Ədalətnamə-i İmam Əli rəziyallahu anh türkcədir. 1093-də buna tarix qoyublar altına. Yəni 1093 desək, əlbəttə bunu baxarıq yenə, amma gəlirik, görürük nədir onu yazanda. Yenə ikinci kitaba, elə həman səfəni ikinci dəfə tutublar burada. Cildi açıbdır, cildin içində Osmanlı dövründə suyun üzündə çəkilən nəqqaşını görürük. Dördüncü səfə, yenə elə həmandır, yəni hər səfədən buracan 2 dənə əks qoyubdur. Burada keçirik o birisi səhifəyə, yenə oradan 2 dənə əks qoyubdur ki, boşdur. O birisi səhifədən də bunları bilmək olmayacaqdır. Bir səhifə qoyubdur, çünki ortasında şey var, burada yoxdur. Bu da səhifə boşdur, bu da boşdur, bu da boşdur. Gəldi, burada bir möhür görürük ki, Biblioth Regina Berlinenfehr, belə bir şeydir. Yenə oradan da zahirən 2 dənə şey qoyubdur, əks qoyubdur. İndi buracan üst-üstə desək, 15 səfə buracan boş getdi. Cildili, filanlı, bəhmanlı boş getdi. 16-cı səhifədən, ya 15-ci səhifədən kitab başlayır. Bismillahirrahmanirrahim. Əlbəttə üstə yazıb Ədalətnamə-i Əmirəl-Müminin İmam Əli rəziyallahu anhu və kərrəməllahu taala və çəxu. Burada kitabın adı pəs nədir? Burada üçün özü də qırmızı midatla yazıbdır. Ədalətnamə-i
elə bunlar yazıblar şey, mən də yazım. Əli, İmam Əli. İmam Əli əleyhissalam. Bismillahla başlayır. Burada görürük ki, bu kitab mən baxıram, görürəm ki, bu kitab çox gözəldir. Bunun dövrəsində əvvələn çərçivəni bir 3-4 dana 2 dana qərə xəttinə, arasında qızılı xəttinə ya zeytuni xəttinə xətt deyirəm, rəng ilə doldurublar. Amma Osmanlıda nə deyək, yaygın olan nəqqaşı ki, Bismillahdan üstə ya Bismillahın özünə dövrəsində nəqqaşlıq edirlər, onu burada görürük. Bu kitabın fərqi o birislərlə oxuduğumuz kitablarda çox az görürük bunu. Əvvələn nəzərə gələn bu Osmanlı divan xətti ilə yazılıb. Nəzərə belə gəlir. Mən xəttşünas deyiləm. O haqda nəzərimi çox da qəti deməyim. Ondan sonra hər cümlənin virgül yerinə ya nöqtə yerinə bir zeytunidən böyük dairə rəhləyiblər. İkinci məsələ ki, burada görürük, ərəbcə yazıların və türkcə yazıların hamısının üstünə e'rab qoyublar. Yəni səslərin qoyublar. Ə, e, ü, ü, a. Bunları qoyublar bunların üstünə və bu bizi o zaman türk dili nə cür yazılırmış, nə cür oxunurmuş, səsi nə cür imiş, onları bizə gətirir və biz bu günləri o zamanın dili ilə doğru, standart eləyiblər. Əslində deyək ki, hər şey standartıdır. Heç kəs bunu öz məhəlləsinin ləhcəsi ilə oxumaz. Hər kəsən bunu bu standart ki yazılıbdır, bununla oxuyar. Kitabın dövrəsinə baxırıq. Kitabın dövrəsi çürüyübdür, oradan-buradan görünür. Hətta burada biraz da ehtimalən su dağılıbdır. Bu səhifəni də 2 dəfə qoyublar. Yenə də bu mənə bir sual yeridir ki, nədən hər səhifəni 2 dəfə qoyublar? İndi bu birisi səhifəni də 2 dəfə qoyublar. Yenə bunu gördük. Bu birisini görək ki, nə cür? Bu birisini də 2 dəfə qoyublar. Hər səhifəni 2 dəfə qoyublar buracan baxmağa. Bu səhifəni də baxaq görək 2 dəfə qoyublar. Bəli. Bu səhifədə 2 dəfədir. Yücəsin, bu da yücəsin 2 dəfədir. Demə və bu da demə 2 dəfədir. Yücəsin, demə. Uluqluqda, ululuqda. Bəli, hər səhifəni 2 dəfə qoyubdur. Mən hər səhifəni burada cürünə, bu da o cürsə 33 özərigə, bu da özərigə düzdür. Təqribən hər səhifəni 32, hər səhifəni 2 dəfə əks alıblar, 2 dəfə qoyublar. Burada elə azaldı. 35, 36, yox 2 dəfədir. Bu da 2 dəfədir. Bu da 2 dəfədir. Bu da 2 dəfədir. Bu da 2 dəfədir. Çünki elə təqribən nəqqaşilər, yəni dövrəsi çərçivə çəkiblər. Bu çərçivə eyni aman şəkildə qərə və zeytuni rənginlə onu qoyublar. Kitab eyni davam edir. Bəli, bu şey ki görünür çox əcibdir. Bu kitabı Almanlılardan əcibdir bu. Hər kitabın 2 səhifə deyə qoyublar burada. Mən bunu beləsi gördüm, çox təəccüb elədim. Hər səhifə 2 dəfə, bəli. Mən buradan indi 70-ci səhifədəyəm. Etsələr yenə xərabə mütəvəccüh ola, xərabə mütəvəccüh ola. Ola, ana, ola, ana. Yəni, şəfənin əvvəllərini oxumağa çalışanda görürəm ki, dəqiqən hər səfə 2 dəfə qoyulubdur. Kitabı burada belə görürəm, baxıram, dəqiqən haman cür gedir. İstəyirəm görürəm ki, əcəba bir yerdə bu almanlılar düşünüblər ki, bu iştibah. Burada görürük ki, kitabın 115-ci PDF-də 115-ci səhifəni görürük ki, bura ya su dağılıbdır, ya bir şey dağılıbdır. Bunda siliblər, qurudalar, rəngi səpiblər hər yerə. Kitab burada qurtardı. 117-ci səhifədə kitab qurtarır. Tarixinə baxaq görək ki, burada bir tarix qoyulubdur, yox.
ta kim Allahu Teala'nın qullərindən bizə mir dua və məmləkətimizdə bizdən iyi əsərlər hasil ola və istərəm ki, bizə ehtimalən biraz üslubdan gərək oxuyaq, görək ki, bu bir tarix qoyub deyə yox. Hər halda bu tarixi görmədim, istərəm ki, bizə verdiyi neməti tamam edib, etdiyi kəraməti zaəf edə. Zaəf edə, muzaəf edə kimi, yəni izafəliyə. Bənim dəxi və sənin dəxi axirimizi səadətlə və şəhadət ilə xətm eləyək. Baxın, insanlar arzuları buyurmuş ki, öləndə şəhid ölələr. Hətta yazar belə düşünür ki, öləndə şəhid ölə. Yəni, o günəcən ki, türklər və müsəlmanlar ölməyə və öldürməyə hazır olmayalar, o günəcən qudrətə ələ çatamayacaqlar. Çünki qudrət öldürmək və ölməklə ələ gəlir. Yəni, o adamlar ki, ölməkdən qorxular, onlar kasıb qalmağa, gücsüz qalmağa məcburdular. Zira bən və sən ana mühtacüz. Amin ya Rabbel alemin və ya xeyrən nasirin və haqqı seyyidil mürsəlin və elhamdülillahi Rabbil alemin təmmə be'unillah. Amma bunu biraz da üslubda əcəba bir və bu əhdnamədə yazdığım nəsnələri qəbul edib onunla amil olasın. Və bu əhdnaməyə sana 2 gün yazdım ki, sana anın üçün yazdım ki, həvai nəfsinə tabi olur sa'i təəllül təəllüllənməyəsən ki, üzərinə hüccət olur. Və dəxi istərəm ki, bəni və səni kəndinin rizası olduğu nəsnələrdə tövfiq edə və bilfiili müyəssər edə. Bu cəlib kitab olacaq, zahirən bir siyasi bir şeydir. Burada tarix görmədim, amma yenə çalışarıq görürük. Bu kitab 121-ci PDF-in səhifəsində qutardı, ağlara geçdi. Ağlardan da devam edir. Kitabın sonunda çürükləri görsəndi. Cəlibdir, boş gedir bu kitab 120-dən. Tamamən boş gedir. Gəldi cildə yetişdi, cildi də saldı. Cildidən sonra da bu əksləri kitabın müxtəlif sahələrindən görürük və kitabın sonuna yetişdi. 170-ci səhifəyə yetişdik, bir şey yoxdur. Əslində bu kitabı əgər qeysaq şeyə, yazılara, belə deyək. Bu kitab tamam. 118-ci səhifədə kitab qutarır. Bunu da bölsək 2-yə 59-cu səhifə. Kitabın 59 səhifəsi var əslində. Onun da əlbəttə biraz əvvəldə yenə boşdur. Yəni kitab ehtimalən 50 səhifəsi var. İndi bu 118 deyək burada. 118. Burada şeydə yazaq. 118. Bundan çıxacaq neçək qeydaq əvvəlinə, yəni istəyirəm ki, bunu qeydaq şərəx əvvəlinə. Əvvəlində də bir neçə səhifə boşdur. 14 səhifə boşdur. 118-dən 14-ün tutsa qalar 114-ü. 114 səhifə, onu da 2-yə bölsək, 114-ü də 2-yə bölsək 56, 57 səhifə. 57 səhifəlik səhifə sayı 57 səhifə. Tamam. Tamam. İndi kitabın adını oxuduq, bunu bildik. Kitabı özün başlayaq görək ki, ədalətnamədə nə yazır? İmam Əlinin ədalətini türk necə görür? Baxın, biz bu ki, Həzrəti Əli ədalətli deyə yox, bundan doğru düzgün xəbərimiz yoxdur. Çünki o kitablar ki, bu haqda yazıblar,
ya o hədislər ki, bu haqda deyib, neçə 100 il bundan Həzrət Əlidən sonra, deyək ki 100 il, 50 il hətta Həzrət Əlidən sonra deyilib, yazılıbdır. Kitablar ki, yazılıblar, məsələn, Nəhcül Bəlağə neçə 100 il sonra yazılıbdır. Yəni, bunu indi o cür deyəndə dostlar deyərlər bir şey olur, amma mən burada yazım ki, məsələn, Nəhcül Bəlağə Həzrəti Əlidən neçə il sonra və kimlər onu toplamışlar deyə bir soru soruşaq. Görək ki, bizə nə cavab verir. Nəhcül Bəlağə Həzrət Əlinin şəhadətindən çox sonra toplanmışdır. Xülasə və dəqiq olaraq. Şəhadət 40 hicridə Həzrət Əli Həzrət Məhəmmədin hicrətindən 40 il sonra şəhid olubdur. Nəhcül Bəlağənin toplanma zamanı, tədvin və cəmabəli təqribən 400 hicridə, yəni 360 il sonra başlanıbdır bu toplanmağa. Yəni Həzrət Əlidən hududən 360 il sonra, burada dedi özü. Kim toplamışdır? Seyyid Rəzi adında bir adam. Kamil adı Əş-Şərif Rəzi, Məhəmməd ibn Hüseyn Əl-Musəvi. Doğumu 359-da doğulubdur hicri qəməridə. 406-da ölübdür. Bəğdadda yaşamış şiə, alim, ədib və şairdir. Seyyid Rəzi Həzrət Əlinin xütbələrini, məktublarını və hikmətli sözlərini qədim mənabirdən seçib ədəbi və bəlağət baxımından ouc nöqtədə olanlarını Nəhcül Bəlağə adlı kitabda cəm edib. Mühüm nöqtələr. Hər halda bunlardan keçək, yəni istəmirəm Nəhcül Bəlağətdən, istəyirəm deyəm ki, bunlar sonra yazılıb. Biz bilmirik ki, nə qədər doğrudur, nə qədər yalandır. Çünki mənim məsələn sevdiyim adamların, aşiq olduğum adamların sözləri yadımda deyil ki, dünən İsrağacın 1 il, 2 il bundan qabaq, 10 il bundan qabaq deyiblər. Nəcür ola bilər, məsələn, heç kəs indi Xumeyninin yazmasını çıxaq ki, kitablarda özü yazsa heç, amma heç kəs onun yadında saxlaya bilməz ki, məsələn, Rahi Qudses Kərbəla Miquzərət bu cümlə məşhur olduğu üçün yadımdadır, məsələn, mənim. Amma ondan sonra, məsələn, bir cümləsini doğru düzgün deyə bilmərəm, yəni heç kəs deyə bilməz. Yadda deyil ki, özü də hələ bunun yolunda adamzad öldürdülər, filan bəhmun qorxu yaratdılar, hamı bunun kitabların, vəsiyyətin, oyun-buyun oxuyub mədrəsə və danışqahda ondan nömrə almalı idi. Amma heç kəs indi bilməz. O halda ki, İmam Əlinin, məsələn, deyək ki, Muaviyyə dövründə düşmənlik də var idi arasında. Yezid dövrəsində düşmənlik də var idi və Öməvi dövrəsində düşmənlik var idi. Bu düşmənliklər həm adına yalan hədislər deyilər, həm əslən bunu danışanları öldürmək üçün var. İmam Hüseyni öldürdükləri yerdə İmam Həsəni evinə sülh eləyib, evinə məhbus elədikləri yerdə o birisi adamları qətən öldürərlər. Yəni, insanlar gəlib cəsarət eləyib Həzrət Əlinin sözlərini çox da danışmazlar, məsələn. Amma 300 il sonra, 350 il sonra başlayarlar biri bunu toplaya, məsələn. Hardan toplayacaqdı, nə cür toplayacaqdı, bu da məsələdir. Ondan sonra da tekniki məsələ var. Həzrət Əlinin yazdıqları hangi əlifba ilə yazılırdı? Nə cür yazılırdı? Nə ilə yazılırdı? Nəyin üstündə yazılırdı? Harda saxlanırdı? Kim saxlırdı? İslam dünyasında Həzrət Əlinin düşməni Muaviyyə gəlib iş üstə. Yezid gəlib iş üstə. Onun balaları, nəvələri, qardaşları, filanları, qardaş oğlanları gəlib iş üstə. Tamam, bunlar o Həzrət Əlinin kitablarının yazdığı kitab ki, yox. Namələrin, zatları məsələn yazıblar ya. Onun xutbələrini kim yazıb, saxlayıb? Bu məsələdir. Yəni, Nəhcül Bəlağə indi neçə 100 səfərlik bir kitabdır. Bunu kim eşidibdir, kim kəlmə-kəlmə bunu xatırında saxlayıbdır, oturub yazıbdır. İndi mən burada danışıram, özüm öz danışıqlarımı yaza bilmirəm. Yəni, indiki teknoloji bu qədər qabağa geçibdir, tayp eləmək, kağız rahatdır, qələm rahatdır, əlifba bəllidir. Bundan özüm öz yazımı yaza bilmirəm. Danışdığımı. Bu halda ki, nə cür ola bilər ki, məsələn, 1000 il bundan qabaq, ya deyək ki, Həzrət Əlidən 350 il, 400 il sonra bir adam gələ Həzrət Əlinin, məsələn, xutbələrin, yəni danışıbdır da, çıxıb, məsələn, bir yerdə danışıbdır, onu, məsələn, toplaya. Nə cür toplar? Onları hangi mənbələrdən toplar? Amma,
Bu bir baxışdır. İstəyirəm bunu deyəm. Biz də o zaman ki İmam Əlidən danışırıq və İmam Əlinin ədalətindən danışırıq, bilmirik ki orada nə keçibdir. Öz düşüncəmizdəki ədaləti İmam Əliyə nisbət verərək onu qudsiləşdiririk. Çünki İmam Əli bizim nəzərimizdə Quds müqəddəsdir. Biz öz düşüncələrimizi ona nisbət verərək, Həzrət Əliyə bağlayaraq, anlayışlarımızı Həzrət Əliyə bağlayaraq o anlayışı mənimsirik. Yəni iki iş görürük. Əvvəl o anlayışı özümüzün içimizdə anlamağa başlayırıq, idrak eləməyə başlayırıq, genişləndirməyə başlayırıq, təfsir eləməyə başlayırıq. Sonra bunu Həzrət Əliyə bağlayırıq. Sonra o Həzrət Əliyə bağladığımız fikirləri mənimsirik. Sonra onu təzədən inkişaf verdiririk nəsildən nəslə. Bu bizim düşüncəmizdir. İstəyirəm bunu deyəm ki, bu bizim baxışımızdır. Qur'ana biz baxacağıq. Ərəblər başqa baxacaq. Məsələn, Endonezi, Malezi başqa baxacaqdır. Avropalı başqa baxacaq.